Deməli, 16 illik psixoterapevtik praktikamda bəy pasientlərim sual verirlər. Qadın xəyanət etdiyi zaman peşman olurmu? Cavab verirəm, xeyr, peşman olmurlar. Olsalar da bu çox nadir hallarda olur. Çünki qadın xəyanətinin dərin səbəbləri olur. Yəni, dəyərsizlik duyğusundan, intiqam duyğusundan və kin duyğusundan yola çıxaraq xəyanət edirlər ki, bu da digər tərəflə bütünləşməsinə səbəb olur. Tamamilə bütün hüceyrələrini o münasibətə verirlər. Yəni, tam, necə deyirlər, bütünləşmə. Hətta xəyanət zamanı, yəni onu boynuna almaq zamanı peşman kimi görünsələr belə, bu həqiqi peşmançılıq deyil. Burada şərtlər irəli sürür. Məsələn, qadın deyir ki, düzdür, mən sənə xəyanət elədim, lakin sən də mənə belə davrandın. Doğrudur, mən bu addımı atdım, amma sən də mənə diqqət yetirmədin. Bilirəm, başa düşürəm, mən bunu elədim, lakin sən də məni anlamadın. Yəni, hər zaman digər tərəfə fırça atmaqla. Doğrudur, yəni kişinin də qadını xəyanətə sürükləməkdə bir səbəbiyyəti vardır, təbii ki. Nəyə görə kişi çox vaxt, yəni qadından nisbətən daha çox peşman olur xəyanət zamanı? Çünki kişilərin xəyanəti başlatmasının səbəbləri fərqlidir. Deyək ki, bir balaca özgüvənim yoxdur, gedirəm özgüvənimi qaldırım. Bir balaca deyək ki, cinsi münasibətdə uzun zamandır evli, həyəcan çatmır, gedim həyəcanımı artırım. Gedim, məsəl üçün, necə deyilər, başqa bir şeyin dadına baxım. Yəni, münasibət nəticəsində hansısa çatışmazlıqlar var. O çatışmazlıqları doldurmaq üçün kişilər çox vaxt xəyanət edirlər. Ona görə də o açıqları bağlayanda, qapıyanda artıq fikirləşirlər ki, mən bunu niyə elədim? Mənim həyat yoldaşım, mənim xanımım gecə-gündüz əziyyət çəkir, uşaqlarıma baxır, mənə dəyər verir, mən ona qarşı düzgün hərəkət eləmədim. Ona görə onlar üçün peşman olmaq, üzr istəmək bu qədər asan olur. Yəni, nəticə itibarilə qadın xəyanətə dərin duyğularla başladığına görə etdiyi xəyanətin peşmançılığını çəkmir. Kişilər isə səthi duyğularla başladığına görə onun fonunda vicdan azabı çəkməkləri, yəni üzr istəməkləri daha asan olur. Amma bu o demək deyil ki, bu hər qadında belədir, hər kişidə belədir. Yəni, psixologiyada 100%'lik məsələ yoxdur, istisnalar da ola bilir, bunun tərsi də ola bilir. Yəni, qadın kişi kimi, kişi qadın kimi davrana bilir, yəni xəyanət zamanı. Bunlar olur, yəni. Mənim məqsədim burada əsas ümumi statistikanı çatdırmaqdır. Diqqətinizə görə minnətdaram. Sağ olun.